Müəllim, mən bir də dəqiqləşdirmək istəyirdim. O 14 gündən az olan xəstəlik vərəqələri yenə bu portal üzərində siz göstərdiyiniz qaydada ödəniləcək, yoxsa necə? Onu dəqiqləşdirmək Bəli, istəyirdim. 14 gündən aşağıdırsa, baxmayaraq ki, onu DSMF ödəmir, işə götürən ödəyir. Onlar portala işlənilməlidir. Sadəcə portala məlumat kimi işləniləcək ki, bu adam əmək qabiliyyətini itirib. Çünki mən sizə göstərdim də, burada mən yenə sizə göstəreyim. Burada mən sizə göstərdim ki, burada 12 ayı deaktiv edeyim. Burada görürsünüz, çıxılan iş günləri var. Siz çıxılan iş günlərinə yazırsınız axı əmək qabiliyyəti müvəqqəti itirildiyi dövr. Siz bunu yazanda, əgər haqq hesabı bura işləməmsinizsə, DSMF onu problem yarada bilər ki, siz axı mənə təqdim eləməmsinizsə, bu falan vaxtda əmək qabiliyyətini itirib, ona müavinət ödəmsin. Siz onu çıxılana daxil edin. Çünki çıxılanı azaldanda ona bir günlük düşənin məbləği daha çox olur. Ona görə siz daxil etməlisiniz, bəli. Oldu. Çox sağ olun. Buyurun.